Şəhid atası Hüseynov Əli Papetoğlu Prezident İlham Əliyevə müraciət məktubu göndərib. Məktubda deyilir: Hörmətli cənab prezident, dövlətimizin müstəqilliyi təhlükə altında olarkən evlatlarımla birlikdə onun müdafiəsinə qalxdıq və bu yolda oğlanlarımdan biri şəhid olduğu üçün şəhid ailəsi statusuna malikəm. Vətənimizin müstəqilliyi uğrunda xeyli şəhidlər vermişik və dövlət olaraq onların adlarının əbədiləşdirilməsi istiqamətində bir çox qanunlar qəbul edilmişdir. Əfsuslar olsun ki, bir çox hallarda qəbul edilmiş qanunlar kağız üzərində qalmaqdadır. Dövlət strukturlarında xidmət edən şəxslər şəhid ailələrinin problemlərinə etinadsız yanaşmaqla bu təbəqə arasında dövlətimizə qarşı mənfi imic yaradırlar. Nə üçün həmin şəxslərə məhz prezident təsir göstərməlidir? Görəsən heç mi vicdanlı məmur qalmamışdır ətrafımızda? Şikayətimin mahiyyəti aşağıdakılardan ibarətdir. 2014-cü ilin dekabr ayının əvvəllərində Xaçmaz rayonunda yerləşən Heydər Əliyev mərkəzində Azərbaycan Respublikasının İqtisadiyyat Naziri Şahin Mustafayev tərəfindən vətəndaşlar qəbul edilərkən, oğlum Ramil Hüseynov cənab nazirin qəbulunda olmuş, kənd təsərrüfatı və heyvandarlığının inkişafı ilə əlaqədar nəzərdə tutduğu layihənin icrası üçün ona Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit vəsaitlərinin ayrılmasını xahiş etmişdi. Nazir Şahin Mustafayev yerindəcə həmin fondun sədri olmuş Şirzad Abdullayevə oğlumu qəbul etməsini və ona lazımi köməklik göstərilməsinə dair göstəriş vermişdi. Bundan bir neçə gün sonra Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun inzibati binasında özünün xidməti otağında Şirzad Abdullayev oğlum Ramili qəbul etmiş, ona güzəştli kreditin verilməsini təmin edəcəyini, lakin kreditlərin onun tərəfindən müəyyən edilmiş qaydalarla verilməsini bildirmişdi. Oğlum ona bu qaydalardan məlumatlı olduğunu, yəni götürüləcək pul vəsaitinin 15%-ni rüşvət formasında onlara qaytarıb verməli olduğunu bildiyini və həmin qaydalara əməl edəcəyini bildirmişdi. Bu sözlərdən sonra Şirzad Abdullayev oğluma belə qanacaqlı insanlarla işləməyinin xoş olduğunu deyərək, həmin fondda Şirzadın kassiri kimi tanınan Mahir adlı şəxsi dəvət edib, ona oğlumu bizim adamdır deyərək təqdim etmişdi. Eyni zamanda Mahirə tapşırıq vermişdi ki, Azərqazbank Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə əlaqə yaradaraq təcili olaraq sənədləşmənin aparılması, oğlumun adına hesab açılması və digər məsələlərin operativ həll edilməsini onun adından çatdırsın. Oğlum həmin Mahir adlı şəxsin mobil telefonunu götürmüş və əlaqə üçün özünün istifadə etdiyi mobil telefon nömrəsini vermişdi. Bir müddətdən sonra onun mobil telefonuna Füzuli adlı şəxs zəng vuraraq telefon nömrəsini Sahibkarlığa Kömək Milli Fondunda işləyən Mahir tərəfindən verildiyini və Şirzad müəllimin göstərişinə əsasən təcili olaraq ona kreditin sənədləşdirilməsini bildirmişdi. Bu səbəbdən Füzuli ilə oğlum görüşmüş, kreditin verilməsi ilə əlaqədar bütün sənədlər toplanmış, sahibkarlıq obyektinə və girovlara baxış keçirilmiş, oğlumun adına hesab açılmışdı. Bütün sənədləşmə təqribən 22-12-2014-cü ildə hazır olmuşdu. Bundan sonra Füzuli oğluma bildirmişdi ki, bank olaraq üzərinə düşən məsələni tam həcmdə həll etmiş və artıq iş qalıb Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondundan pul vəsaitlərinin köçürülməsinə. Bu səbəbdən də bir daha Şirzad müəllim oğlumla görüşmək istədiyini bildirmişdi. Ona görə də oğlum Ramin təkrar Şirzad müəllimin iş yerinə gələrək onunla görüşüb, görüş zamanı Şirzad müəllim bildirib ki, qaydalar dəyişib. Artıq əldə olunan pul vəsaitinin 15% deyil, 20% həcmində qaytarılmalıdır. Oğlum bu rəqəmin çox olduğunu, onun ötəsindən gələ bilməyəcəyini desə də Şirzad bildirmişdi ki, pulun sahibi mənəm. 20% pulumu verməsən, sənə pul verməyəcəyəm və get kimə istəyirsən şikayət et. Bu səbəbdən də oğlumla Şirzad arasında sözlə xoşagəlməz anlar yaşanmışdı. Şirzadın bu hərəkətləri ilə bağlı bütün dövlət strukturlarına verilmiş şikayətlərin qarşısı korrupsioner məmur tərəfindən alınmışdı. Baş vermiş ağır cinayət haqqında tərəfimizdən Baş prokuror yanında Korrupsiya qarşı mübarizə baş idarəsinə verilmiş məlumata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinə uyğun olaraq baxılmamış, yalnız 2 il 9 aydan sonra həmin müraciətim üzrə idarənin preventiv tədbirlər və təhqiqat idarəsi tərəfindən qeyri-obyektiv və natamam araşdırma aparılmaqla cinayət işinin rədd edilməsi barədə 26 dekabr 2018-ci il tarixli əsassız və qanunsuz qərar qəbul edilmişdi. Qeyd edilən qərarın qeyri-obyektiv və qanunsuz olması barədə Azərbaycan Respublikası Baş prokuroruna şikayət ərizəsi versək də, Baş prokuror Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq materialları tələb edib, qərar qəbul etmək əvəzinə qanunsuz olaraq şikayət ərizəmizi qanun pozuntusuna yol vermiş vəzifəli şəxsə göndərməklə növbəti dəfə hüquqlarımızı kobudcasına pozmuşdular. Pozulmuş hüquqlarımızın bərpası ilə əlaqədar Bakı şəhəri Binəqədi rayon məhkəməsinə müraciət edərək, məhkəmə nəzarəti qaydasında məsələyə müdaxilə etmələrini istəsək də, hakim Abbas Rızayev iş obyektiv baxmaq əvəzinə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevin vəkili statusunda çıxış etmişdi.
Hakimə izah edə bilmədik ki, rüşvət istəmək cinayətdir. İqtisadiyyat Nazirliyi və Korrupsiya İdarəsinin rəhbərliyi ilə əlaqələr yaradaraq bizlərə yardım göstərməsi kimi fikir formalaşdırmağa çalışdıq. Əleyhimizə qərar qəbul edəcəyini əvvəlcədən bildirməklə məhkəmə qərarının gizlilik prinsipini pozmuşdu. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi ilə əlaqədar apellyasiya şikayəti vermişik. Lakin obyektiv qərar qəbul olunacağı bizlərdə böyük şübhələr yaradır. 2019-cu ilin mart ayının 1-də bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşünüz zamanı qeyd etmişdiniz ki, məhkəmə sistemində haqsızlıqlar və özbaşınalıqlar var. Ümid edirəm ki, bu sahədə mövcud olan vəziyyət haqqında xəbərdarsınız və şikayətimizə obyektiv baxılması üçün göstəriş verəcəksiniz. Cənab Prezident, şəhid ailəmiz adından sizə dərin təşəkkür və sayğımızı bildiririk. Hörmətlə, şəhid ailəsi Hüseynov Əli Papetoğlu.